Herkese salamlar dostlar. Bu canavarı satıram. Qiyməti başda deyəcəm. 21.000 AZN təklif olunur. Onu da deyim ki, Xırdalanda ev istəmirsən, nə bilim, falan yerdə torpaq sahəsi istəmirsən deyənlərə cavabını indidən deyim ki, yox istəmirəm. Xahiş edirəm girib kommentdə başımız çıxdı, çıxmadı. Giz-giz orada yazmayın. Deməli, ili 1990-cı ildir. Niyə 21.000-ə satılır bu maşın? Onu indi mən sizə izah edəcəm videoda. Yəqin ki, avtomobildən anlayışı olanlar, tuning edənlər, proyekt nədir onu bilənlər biləcəklər ki, bu maşının dəyəri həqiqətən də 21.000-dən çoxdur. Çünki 21.000 AZN-ə belə bir avtomobili bu ərsəyə gətirmək çoxları üçün qeyri-mümkündür. Və mən şişirtməyəcəm də, ay 35.000 pul xərclənilib, 40.000 pul xərclənilib, xeyr. Maya dəyəri, avtomobilin maya dəyəri 27.000 manatdır. O da usta olduğum üçün, yəni çox şeyini özüm etdiyim üçün. Keçək avtomobilə bir baxaq. Disklərimiz 18'li idi, pakrışkalarımız təzədir. Avtomobil zbor kraskalanıb, rəngi demək olar ki, xamilyondur, 3 rəng saları var. Gecə başqa görüntüsü var, gün düşəndə fərqli rəng olur. Günün altında qəşəng parıldayan zərrəri var. Avtomobilin çölüdür. Avtomobilin içərisini göstərim sizə. Deməli, 2009-cu ildə çıxan Panorama el arasında paxlava, daha doğrusu deyilən bir avtomobilin salondur. 212 kuzaya yığılıb salon və tamamilə yığılıb. Şit, ablifkalar, sizenyalar falan, hər bir şey. Arxada bar var, 2 nəfərli idi. Burada belə bir ciblik var. Burada pastakannik falan. Panorama lükdür. Ceyranın ürəyini də sizə göstərim. Əsas məsələ. Bəli, mühərrikxana 3-2 abrazlı 4 göz motoru. Bütün sistem olaraq ABS, korobka, tiptronika, 5 koruz, elektron, apornolar, supportlar, hər bir şey 4 fara ilə yığılıb. Beyin 2001 ilə yığılıb və gördüyünüz kimi buradan